Belə ki, mənim sırf stalk eləmək üçün səhifəm var. Bu qədər izləyicini necə yığmısan? Deməli yazırıq orada, güvənmirsən sevgilinə, şübhələnirsən, ver kişinin Instagramını, açaq bütün paxırlarını. Ciddisən, necə? Yox, zarafat edirəm. İşim gücüm qutarıb bu yaşdan sonra elə detektivlik eləyəcəm. Birincisi detektivlik yox, stalkerlıq. İkincisi də başqalarına gələndə məşğul olursan, amma Aybənizə gələndə az qala tuvaletin vaxtını belə biləcəksən. Hər gün səhər saat 8-də. Bəlkə hansısa qadının sənə ehtiyacı var. Təcili kömək edin. Sizə ehtiyacım var. Belə ki, Sevda 25 yaşı var, bankda işləyir. 3 ay əvvəl Elçinlə tanış oldu. Anasının təzyiqi ilə. Evdə qalmasın deyə anası deyib ki, Elçinlə tanış olsun, şans versin ona. Bir ay sonra nişanlanıblar. Niyə? Elçin ona inandırıb ki, güya ki bunu sevir. Hədiyyələrdən, güldü, çiçəkdi, konfetdi, manfetdi, nə bir şeylər alıbsa qıza yazıq, qıza inandırıb ki, onu sevir. Amma bir ay sonra bunların hamısı bitir. Heç nə olmur, nə görüşə çağırır, nə heç bir hədiyyə də eləmir. Arada bir dostlarla görüşəndə hardasa bir yerdə vaxt keçirərlər, o da ki 100% başqa sevgilisi. ola bilər, amma bizim əlimizdə sübutlar var. Onda hamı kimi fake hesab var, oradan danışırdı kimdənsə. Hamı kimi? Yox, yəni bəziləri kimi demək istədim. Həyatım sən hesablaşma. O da ola bilər, amma bizim əlimizdə şübhəlilərimiz var. Şübhəlilərimiz? Bəli. Ayla 25 yaşı var, subaydı, stilisti, bəzənir, düzənir. Son vaxtlar daha çox bəzənməyə başlayır. Leyla laboratoriyada işləyir, tək yaşayır, sakit. Sakitlərdən qorxmaq lazımdır. Ən təhlükəli onlardır. Samir 27 yaşı var. Samir? Samir? Samir, neçə yaşı var dedin? 27. Elçinin ən yaxın dostudur. Əgər bu ikisi deyilsə, Samirdən soruşmaq lazımdır. Onda heç nə də qızların Instagramdan follow eləmək lazımdır. Kənan, sən qudurmusan ha deyəsən. Yəni Nigar stalk eləyə bilsin deyə deyirəm də həyata. Stalk eləməyini özüm eləyəcəm. Bu başqa məsələ. Mən özümü onların arasına girəcəm, nə lazımdırsa eləyəcəm. Eləyəcəm, bəs biz nə eləyəcəyik? Nigar, tanımadığın adamların arasına girməkdən danışsın. Səni tək qoya bilmərik. Bəli. Türkanım düz deyir. Yaxşı, amma mən nə deyəcəmsə onu eləməlisiniz. Baş üstə. Sən nə desən odur. Razılaşdıq? Hə də razılaşdıq. Yaxşı. Oldu Elçin bəy. Sabah görüşərik. Yaxşı. Baxın öyrənin. Planı belə qurmaq lazımdır. Yoxsa sizin kimi qəzetə arxasını gizləməklə deyil. Kənan, hamısı sənə görə oldu. Yaxşı, indi biz də öyrənirik, orası heç. Amma indi sən Nigar, mənə də görüm. Necə oldu, bu oğlan sənə zəng vurdu, üstəlik görüşə də çağırdı. Belə ki, dünən hamını stalk eləyəndə Elçinin ofis nömrəsini tapdım. Vaxt itirməyim deyə ondan əlaqə saxladım. Çünki mənə ev lazımdır. O ona görə də məni yığdı. Nigar, halal deyir sənə. Vaxt itirməmsən ki. Bəs nə bilmişdim? Nəysə, əsas məsələ. Mən ona sabah görüşəcəm, bütün hər şeyi analiz eləyəcəm. Şübhələr də sizlikdir. Bax, plan səndə idi ha. Bəzilərinin planını gördük. Ləman, uzatma da. Eləyə bilirdin, sözünü eləyərdin. Bir dəqiqə. Ayla harda işləyirdi? Ayla geyim mağazasında işləyir. Ora müştəri kimi gedəcəksiniz. Leyla tibb bacısıdır, kiməsə iynə vuracaq. Samirlə də belə təsadüfi hardasa qarşılaşıb tanış olmaq lazımdır ki, şübhələnməsin. Amma ayrı-ayrılıqda. Baş üstə. Problem yoxdur. Aylanı sənə tapşırıram. Samir də sənindir. Bax,
Kənan nə edəcək Samirlə? Necə tanış olacaq? Gedəcək partda deyəcək gəl yerlənçək də yerlənək. Amma mən tanış ola bilərəm. Yaxşı olsun Samir səndə. Səndə də Leyla. Amma iynə vuracaq səni. Mənə. Mənə vuracaq iynəni. Hara vuracağını seçərsən. Uzan. Yox, ondan deyil. Nədən qorxursan sən? Həyatım yox. Ya iynədən qorxmuram, sadəcə sevmirəm də iynəni. Həm də bu strateji olaraq fikirləşsək, mən Ayla ilə daha yaxşı sözüm tutar. Mağazaya gedəsən sən? Qızların olduğu yerə? Mənsiz? Bir dəqiqə. Bir yerdə gedərsiniz. Bəs Leyla? Uzanın. Yaxşı. Mən bir şey fikirləşərəm. Tamam. Siz mənə kömək eləməlisiniz. Əksinə problem yaradırsınız. Hadi həll eləyəcəyik də biz onu. Sən dinən nə lazımdır? Gedə yolda deyərəm. Durun. Durun da. Heç güvən vermirsiniz ha. Gel. Sağ olun. Hoş gelmişsiniz. Çok sağ olun. Yerleşebilirsiniz. Mən evlə bağlı sizə gəlmişəm. Düzgün yoldasınız. Dedilər ki, siz bu işin peşəkarısınız, ona görə. Sizə nə tür bir ev lazımdır? Ev belə nə balaca olsun, nə yekə, belə mənə uyğun. Nə məsləhət görərsiniz? Bütçəniz nə qədərdir? Hə, büdcə əsasdır, düzdür? Bəli. Uyğunlaşdırarsınız. Bu bütçəyə uyğun evlər var. Siz taparsınız da mənə uyğun, düzdür? Bir dəqiqə şəklini göstərim sizə. Belə bir ev var. Yox, uyğun deyil. Gözümün rənginə yaraşmır. Bəs belə? Qəşəng saç stiliniz var. Çox sağ olun. Yaraşır sizə. Evin şəkli burdadır. Hə, ev. Bu dəqiq mənim büdcəmə uyğundur. Bütçənizə uyğun deyilsə, istəyirsinizsə kredit götürüb bu evi götürməyə məsləhət görürəm sizə. Siz kömək edəcəksiniz? Bəli. Bir dəqiqə üzr istəyirəm. Vacib zəng gəlir. Canına cavab verim, gəl. Üzrsən? Üzr istəyirəm, gözlətdim sizə. Nə vacib zəng. Hə, harada qalmışdıq? Vacib zəngləriniz çox olur deyəsən. İşlə əlaqədar olur, bəli. Hə, kreditdə qalmışdıq. Mənim nişanlım bankda işləyir, kredit təşkilatında. Nişanlınız? Bəli. Kredit götürmə barəsində kömək edə bilər sizə. Hə. Kreditlə? Bəli. Siz kömək eləməyəcəksiniz? Yox. Nişanlınızla xoşbəxtsiniz?
Kredit lazımdırsa, Kredit belə baxaram da, mən sizə deyərəm, xəbər verərəm. Əgər uyğun olsa danışarıq. Bəsil? Xəbər verəcəm sizə. Xəbər edərsiniz, problem deyil. Çox sağ ol. Sağ olun. Allah, gəldik Aylanın işlədiyi yerə. Dediyimiz kimi nişan paltarı almağa gəlmişik, yaxşı? Yaxşı. Adına bax. Mənim adım. Sənin adın? Yəqin ki, bu bir təsadüf ola bilməz də. Yo, nə təsadüf, yox. Ola da bilməz. Nə var ki şeydir? Hə, Nişan şeydir. da ola bilər. Ola bilər, qiyməti tanışda da var, onda da qəşəng tonlar var, o da ola bilər. Hə. Salam xanım. Salam. Xoş gəlmisiniz. Salam, necəsiz? Biz nişan paltarı almağa gəlmişik. Ha, nişanlanırsınız? Aha, bəli. Bəli. Aha, nişanlanırıq və nişan paltarı almağa gəlmişik xanım üçün. Nələr var sizdə? Burada yeni kolleksiyalarımız var. Keçib baxmaq istəyirsiniz? Gəl baxaq. Ha, siz keçin baxın xanım. Bəlkə bəyəndiyiniz bir şeylər oldu. Qəşəngdir, göydür. Bu nədir? Nənəmin donuna oxşuyur. Əslində belə bir şey də var. Yeni gəlib. Məncə yaraşar sizə də. Amma məncə bu yaşıl sizin gözlərinizə daha yaxşı oturar. Çox sağ ol. Canım. Türkan, iş üçündür bu. Yəni mən onun planı var da, mən onun fikrini dağılacağam. Sən də girib araşdırasan nə var, nə yox. Bəyənə bildiniz bir şeylər? Xoşunuza gələn oldu? Bəli, yəni yox. Yox. Məndə əslində telefonda var. Əgər bəyənsəz, sizin üçün sifariş verə bilərik, o kolleksiyalarımızdan gətirə bilərik. Baxmaq istəyirsiniz? Olar? Uyğundur. Bəli. Hə, olar verin baxın. Siz istəyirsiniz çevirin sağa doğru gələcək. Sağa sola hər yerə çevir. Xanım, sizdən bir dənə sual soruşmaq Aha, buyurun. istəyirəm. İndi qabaqdan 14 fevral gəlir. Nəsə almaq istəyirəm. Bir şeylər almaq istəyirsiniz Bəli, yəni. bəli. Aha. Burada var. Sadəcə olaraq siz xanımın hansı rənglərə üstünlük verdiyini desəz, əslində daha rahat taparıq. Gözləriniz kimi yaşlı rəngi sevir. Çox sağ olun. Siz də sağ olun. Burada məncə bəyənə bilər xanım. Belə bir şeylər var. Canan, gedək biz. Gedək. Burada bəyəndiyim bir şey olmadı. Olmadı, heç bir şey onda. Çox sağ olun. Gedək. Sağ olun. Gedək biz başqa Oldu. mağazalara baxaq. Sağ olun. Oldu, sağ olun. Lan sağ Nə olun. oldu? Araşdırdım ya, bunun telefonu şeydir, bunun başqa sevgisi var. Ay, Bu deyil. Özdəki eşidirdim ha ona dedikləri. İndi göstərəcəm sənə Cənab. Ya o iş üçün idi. Bu da nişanlanıb güya, mənə girişir. Salam. Oturmaq olar? Əlbəttə. Çox sağ olun. Nə maraqlı bir lokunuz var? Zəhmət olmasa şəxsi əşyalarıma toxunmayın. Nə kitab oxuyursunuz belə? Bilirsiniz, mən də kitabları çox sevirəm. Uşaqlıqdan bəri kitab oxuyuram ancaq. Gördüm, bu mənim çox sevdiyim kitabdır. Axırıncı dəfə hansı kitab oxumusunuz? Deyəsən hələ kitab oxumağımız uşaqlıqda qalıb. Dedim axı şəxsi əşyalarıma toxunmayın. Yaxşı, bəs tanış olmaq olar? Mənim adım Ləmandır, 24 yaşım var. Ləman xanım, məncə siz belə tanış olmaq cəhdlərindənsə həqiqətən kitab oxusunuz, daha yaxşıdır. Gördüm yoksa kaçtım senin dalınca ben gördüm yoksa. İnana bilirsən, kitabı çırpdı belə getdi. Mənə, Ləmana. Canan yaxşı. Yaxşı. Nəyə gülürsən? Yo, yəni demək istədiyim odur ki, sən həmişə mənə lağ eləyirsən. Amma sonra da yəni də gəlib sənə atval verirlər.
Gülmək vaxtı deyil. Əlinizdə heç bir nəticə yoxdur. Bəlkə xəyanət eləmir. O, Elçin. Elçin 100% xəyanət edir. Bu işin dalınca da getmək lazımdır, yoxsa zibilə çıxacaq. Bu dəfə Kənan haqlıdır. Elçin xəyanət edir. Belə ki, Elçin ofisində hədiyyə qutusu tapmışam. Üstündə də not var. Amma bu hədiyyə Sevda üçün deyil. Hardan bilsən? Bəlkə Sevdiyə alıb sürpriz eləyəcək. Bilməsəydim deməzdim. Bu not başqa yazılan. Elçin həmişə not yazanda Elçindən yazır. Sevgilindən. Həm də Sevdanla danışmışam. Bu günə kimi sevgilim qıza deməyib. Sevda. Onda söhbət bağlandı. Yəni biz Sevdaya bunu deyək, pulumuzu da alaq. Sevda bu şəkli götürüb Elçinə göstərsə, Elçin deyəcək ki, mən sənə sürpriz eləmək istirdim həyatım. Özün deyəsən çox demirsən ha. Yox, mən yəni sadəcə məntiqli düşünərək deyirəm də, nigar əl çəkdi məndən, nə oldu? Bəs Leyla, demişdin fikirləşəcəyik. Leyla onun birindən xoşu gəlir, Kimdən? deyəcəm. O oğlan da başqasına nişanlıdır. Sən bunu hardan bilirsən? Hər şey bilir. Elçin. Elçindir.